Azərbaycan sürücülük vəsiqəsini Polşa sürücülük vəsiqəsinə dəyişmək istəyən insanlar, bu video əsasən sizlərə aiddir. Videoda ehtiyac olan sənədlər və prosesin necə getdiyi haqqında məlumat verəcəm. Proses ümumən çox da çətin deyil, lakin bir qədər bezdirici və qarışıq ola bilər. Bu məqamda bir qədər diqqətli olmalısınız, çünki sənəd məsələlərində bir səhvlik ümumi bütün prosesə ziyanla nəticələndirə bilər. Ehtiyac olanlar sadəcə 100 lot sənədin dəyişmə rüsumu, sizin bir ədəd şəkliviz, Polşada qanuni yaşama haqqında bir sənədiniz, bu viza da ola bilər və yaxud da müvəqqəti yaşayış kartı ola bilər. Mənim məsləhət gördüyüm müvəqqəti yaşayış kartınızın olmağıdır və bu üsulla sənədinizin dəyişməyidir. Son olaraq da 2 vacib sənəd var. Bunlardan biri yaşayış yerinizin təsdiqli formasıdır. Yəni bələdiyyənin sizin həmin ünvanda həqiqətən yaşadığınızı təsdiq edən sənəd. İkincisi isə sürücülük vəsiqəmizin andlı tərcüməsidir. Bu adi tərcümə deyil, andlı tərcümədir. İki tərcümə arasında çox böyük fərq var. Andlı tərcüməni yalnız Polşa hökumətinin icazə verdiyi müəyyən şəxslər tərcümə edə bilər və bu tərcümə bələdiyyədə qəbul olan tərcümədir. Siz andlı tərcümə yerinə sənədi başqa formada tərcümə eləsəz, bələdiyyə bunu qəbul etməyəcək. Vəsiqənin hazırlanıb sizə verilmə tarixi isə bizim Azərbaycan səfirliyindən asılıdır. Bir aya da çəkə bilər, bir həftəyə də çəkə bilər, xüsusi müəyyən müddətlərdə daha qısa və yaxud da daha uzun da çəkə bilər. Bu tamamilə bizim səfirliyimizdən asılıdır. Ümumi prosesləri sizə dedim. Sürücülük vəsiqəsi əlimə gəlib çatandan sonra bu videonun davamını da çəkəcəm.